şad olsun. Biz ise devam edelim. Bir daha salamlayıram her birinizi. Bir özümüzü alqışlayaq, heyecan insin. Adətən aparıcılar alışıblar axşam saatlarında tədbirlərə. Axşamınız xeyir deyə hər zaman tədbiri açıq elan edirik. Amma bugün bir fərqli tədbirlə qarşılaşdım. Bugün burada çok möhtəşəm qonaqlar var, çok güzel, heyecanlı şagirdlər var, heyecanlı gözlər var. Və təbii ki, möhtəşəm bir tədbirin olacağına əminəm. Əziz iştirakçılar, hörmətli qonaqlar, bugün təbii ki, biz bir araya toplaşmışıq. Bunun bir səbəbi var, zəhmətin, əzmin və uğurun bayramını qeyd edirik. Cambridge Üniversitetinin Cambridge University Press and Assessment şöbəsinin Azərbaycan üzrə rəsmi imtahan və hazırlıq mərkəzi AYTEK-in təşkilatçılığı ilə keçirilən TKT və Cambridge imtahanlarının sertifikat təqdim etmə mərasiminə hər biriniz xoş gəlmisiniz. Bugünkü tədbirimizdə valideynlər, müəllimlər, şagirdlər, təbii ki, öz uğurları ilə bizləri qürurlandıran gənclərimiz qatılıblar. Sizi burada görməkdən məmnunluq hissi duyuruq, əziz tələbələr. Hər zaman tədbirlərdə Cambridge Speaking imtahanları üzrə marker müəllim, təlimci və koordinator Həzrət Bəyə veririk. Dəyərli Həzrət Bəy, sizi səhnəyə dəvət edirik alqışlarınızla. Əziz şagirdlər, əziz müəllimlər və əziz valideynlərimiz, hamımızı xoş gördük. Bu cür gözəl bir proqramda bizim değişməyən bir adətimiz var. Hər il, ildə 2 dəfə bizim şagirdlərimizlə, müəllimlərimizlə belə böyük proqramımız olur. Bugün müəllimlərimizin, şagirdlərimizin və valideynlərin də heyecanla davamlı çalışdığı, valideynlərimizin də maddi və mənəvi dəstək verdikləri hansı ki, şagirdlər imtahanlara hazırlaşıblar, müəllimlər bunların əziyyətlərini çəkiblər ki, bu imtahanlar beynəlxalq imtahandır, yəni elə-belə imtahan deyil. Ona görə həqiqətən şagirdlərə afərin bu mövzuda. Bir proqramımız hər il belə noyabr ayında, oktyabr ayında keçirilir və ikinci böyük proqramımız indidən də elan etmiş olun. İnşallah fevral ayında biz burada bir daha görüşəcəyik. Fevral ayında da bizim hər il dil sərgimiz olur. Yəni bizim əvvəlki valideynlərimiz bunu yaxşı bilirlər. Hər il bu tədbiri də keçiririk və bu proqramı da fevral ilə burada təşkil edəcəyik. Çünki buranı çox bəyəndik, yerə gəlmişkən. Biz demək Cambridge University, Cambridge University Press and Assessment-ın Azərbaycandakı rəsmi imtahan mərkəzidir. Artıq 8 ilə yaxındır ki, fəaliyyət göstəririk və biz şagirdləri və ya müəllimləri, böyükləri Cambridge imtahanlarından hazırlamaqla bərabər bir də Azərbaycanda fərqli məktəb, universitet və kurslarla da əməkdaşlıq edirik. Yəqin ki, bizi Instagram səhifəsində təqib edənlər bilir. Biz xarici Dillər Universiteti olsun, Mingəçevir Dövlət Universiteti, UNEK filialları Zaqatalada universitetlər və bir çox özəl məktəblərdə xüsusilə kurslarla əməkdaşlıq edirik və Azərbaycanda Cambridge imtahanlarını tanıtırıq. Məqsədimiz bizim ixtisasa baxan yönündən, yəni bizdə başqa fənlər yoxdur bildiyiniz kimi. Məqsədimiz Azərbaycanda ingilis dilinin tədrisini beynəlxalq standartlarda təşkil etmək, maarifləndirmək. O cümlədən onunla əlaqəli olaraq da həmçinin bizim burada TKT kursuna qoşulan müəllimlərimiz də buradadır. Onları da təbrik edirik. Onlar da çünki böyük əzmlə çalışıblar, əziyyət çəkiblər və onlarla birlikdə təlimçi müəllimlərimiz də onlarla birlikdə o heyecanı yaşayıblar və yayda imtahanda iştirak etdilər. Səhv eləmirəmsə 30-40 arasında bir rəqəmdir. Və hər il ingilis dili müəllimləri də bizdə TKT kurslarına qoşularaq bu imtahanlarda iştirak edirlər. Çünki niyə görə müəllimlərin bu sahədə yetişməsi önəmlidir, təlim alması önəmlidir? Yəni bizdəki ingilis dilinin tədrisi digər kurslardan və ya bəzi məktəblərdə verilən ingiliscədən fərqlənir. Yəni biri var ənənəvi formada şagirdləri ingilis dilinə hazırlamaq, sadəcə imtahan yönümlü, amma bir də beynəlxalq standartlarda, yəni şagird reading, writing, listening, speaking, yəni bu 4 dil bacarığında inkişaf edilməlidir
həm oxuya bilməli, həm yaza bilməli, danışa bilməli ki, yəni gələcəkdə IELTS imtahanında, SAT imtahanında, TOEFL və ya Cambridge-in digər imtahanlarında, xüsusilə ən yuxarı səviyyələr FC və CE imtahanlarında ki, bu imtahanlarda iştirak edib beynəlxalq universitetlərə qəbul ola bilsinlər. Amma yerli, ənənəvi formada tədris alan şagirdlər sadəcə qrammatik bilgiləri öyrənirlər ki, bu da sadəcə bizdə Azərbaycandakı lokal universitetlərə qəbul olmaq üçündür. Amma Cambridge imtahanlarına hazırlaşan şagirdlər rahatlıqla həm bizim buradakı universitetlərə də qəbul ola bilirlər. Çünki mən bunu nümunə olaraq deyim sizə, bunu biz bu il bəhrəsini gördük. Çünki biz də bunu yoxlama edildik. Demək, bizdə elə şagirdlər var ki, məsələn, buraxılış imtahanına hazırlaşarkən riyaziyyatdan hər hansı bir fənn müəlliminə gedirdilər, Azərbaycan dilindən başqa bir müəllimə gedirdilər. Amma bizim şagirdlərimiz burada sadəcə Cambridge imtahanına hazırlaşmaqla buraxılış ingilis dili imtahanını rahatlıqla yaza bildilər. Yəni, biz bunun şahidi olduq və bu mövzuda xüsusilə müəllimləri təbrik edirlər. Çünki heç buraxılış hazırlığı olmadan rahat imtahanı verə bildilər və hətta bəzi şagirdlərimiz də Duolingo imtahanında da iştirak etdilər. Məsələn, bizdə Duolingo kursu diye bir şey yoxdur. Amma Cambridge imtahanına hazırlaşmaqla bu imtahanı da rahat verirlər. Demək, şagirdlərimiz Cambridge imtahanlarına hazırlaşmaqla, baxın, əziz valideynlərimiz, sizin övladlarınız, böyükləri də var burada və ya başqa gələcəkdə digər səviyyələrdə də inkişaf edib imtahanlarda iştirak edəcəklər, nəzərinizdə olsun. Kiçik yaşlardan status mover səviyyəsindən hazırlaşan şagirdlər gələcəkdə hətta 11-ci sinifdə belə ingilis dilindən ayrı hazırlaşmağa ehtiyac qalmır. Rahatlıqla bu şagirdlər Duolingo'da da imtihanda iştirak edə bilərlər, yəni əlavə Duolingo kursuna getmədən, buraxılış imtahanında da iştirak edə bilərlər, 11-ci sinif ingilis dili buraxılışında da iştirak edə bilərlər. Yəni bir kursla siz neçə dənə imtihanda iştirak edə bilərsiniz, əziz şagirdlər. Amma əsas şərt burada nədir? Aşağı səviyyədən hazırlaşaraq getməli. Əlbəttə ki, 8-ci sinifdə, 9-cu sinifdə oxuyan bir uşaq sıfırdan gəlib İngilizcə hazırlaşarsa, biraz çətinlik çəkə bilər o barədə. Biraz daha çox effort verməsi lazım. Amma kiçik yaşdan hazırlaşarsa, yəni bugün Starters imtahanında bura çıxan şagird rahatlıqla gələcəkdə IELTS də verə biləcək, TOEFL da verə biləcək. Məsələn, bugünlər burada biz IELTS imtahanında iştirak edən şagirdlərə də səhnəyə çıxartacaq. Düzdür, hamısı burada deyil, bəziləri Amerikada, Avropada və ya universitetlərdə təhsil alırlar. Çox az bir qism gəlir bura. Məsələn, onlar bizim gözümüzün qabağında, yəni Starters'dan, Movers'dan başlayan uşaqlar. Hansı ki, ən sonunda 10-cu sinifdə SAT müəllimlərimiz, IELTS müəllimlərimiz onlarla məşğul oldular. Xüsusilə əgər level olaraq yuxarıdırsa uşaqda, IELTS-ə çox effort ehtiyac qalmır. Yəni 2 ay, 3 ay ərzində, 4 ay ərzində rahatlıqla çalışıb gedib skor ala bilirlər. Və ondan sonra da həmən bizdə xaricdə təhsil şöbəmiz var, Elnur müəllim. Uşaqların yerləşməsi barədə dəstək oluruq, hətta gedib yerləşməsinə qədər biz köməklik göstərə bilirik. Bir bu. İkincisi də digər başqa bir xidmətlərimizdən deyim sizə, müəllimlərin təlimlərinə əlaqəli Azərbaycanda analogu olmayan iki xidmət var ki bizdə, bunu biz ITEC olaraq həyata keçiririk. Birincisi karyera proqramı. Məsələn, Xarici Dillər Universitetinə biz bu barədə əməkdaşlıq edirik, dediyimiz ki, universitetlərlə biz hər hansı bir ixtisasda olan ola bilər və ya əvvəllər ənənəvi formada ingilis dili tədris edən müəllimləri deməli 6 aylıq proqramla müəllim yetişdiririk. Yəni onlar beynəlxalq sertifikatlar alırlar, TESOL, TKT sertifikatı alaraq bəziləri hətta bizdə də işləyənlər var, hətta başqa məktəblərdə özəl məktəb olsun və ya özəl kurs olsun, hal-hazırda ingilis dili tədris edən müəllimlər var. Hansı ki, bizdə yetişirlər, yəni bizdə belə bir 6 aylıq proqramımız var. İkincisi də bizdə Canadian Royal High School məktəbinin Azərbaycandakı yeganə mərkəzilik ki, yəni Canadian Royal High School nə deməkdir? Dünyada tanınan bir neçə beynəlxalq diploma var. Məsələn, Cambridge-in A-level var. Məsələn, bəzi özəl məktəblərdə, Lamlar kimi, orada A-level 12-ci sinifdə qurtaran verirlər. Və ya International Baccalaureate var, IB sistemi var. Orada da IB diploma olan şagirdlər rahatlıqla universitetlərə gedə bilirlər. Bir də OSSD diploması var. Hansı ki, bu OSSD diplomanı, Ontario Secondary School diploma, Kanada Təhsil Nazirliyi verir
Yani o SSD diplomunu alan şagird heç bir imtahan vermədən rahatlıqla dünyanın ən top universitetlərində təhsillərini davam edə bilərlər. Hal-hazırda bizdə elə şagirdlərimiz var və həmin kursa qoşulurlar. Təhsil tamamilə Kanada Təhsil Nazirliyinə aiddir, diplom Kanada Təhsil Nazirliyi verir, təhsil onlayndır. Baxın, onlayn deyəndə biraz bizə itici gələ bilir, onlayn pandemiyadan sonra çıxdı bizdə Azərbaycanda, amma dünyada bu tanınır, var. Kanadada da onlayn təhsil var və şagirdlərimiz həmin məktəbə qoşularaq 12-ci sinifi tamamladıqdan sonra, yeri gəlmişkən 11-də burada oxuyurlar, amma 12-ci sinifi paralel oxuyaraq o SSD diplomunu alıb xarici ölkələrə gedə bilirlər. Yəni bizdəki dediyimiz kimi bu xidmətləri də demiş oldum. Belə, əziz şagirdlərimiz, mən sizi və müəllimlərimiz sizi çox gözlətməyib, hər kəsi yenə də təbrik edirik. Artıq bundan sonra sizi gözlətmədən, vaxt uzatmadan sertifikatlarınızı və əlbəttə ki, ən yuxarı Grade A və 5 qalxan toplayan şagirdlərimizin medallarını təqdim edəcək medalları və bitdikdən sonra da çay içmək istəyən valideynlərimiz buyursunlar, orada çayda sizə içmədən. Təbrik edirik, sağ olun, çox sağ olun. Çok teşekkür ederim Kəsrət bəy, minnətdarıq sizə və sizi dinlədikcə o qədər geniş və gözəl izah etdiniz ki, sizi dinlədikcə bir daha əmin oldum ki, sayənizdə Azərbaycan üçün uğurlu bir gələcək yetişir. Təşəkkür edirik bir daha. Əziz qonaqlar, Cambridge imtahanları yalnız dil biliklərinin yoxlanması deyil, beynəlxalq səviyyədə tanınan bir uğur göstəricisidir və bu imtahanlar bizə göstərir ki, İngilis dili sadəcə bir fən deyil, dünyaya açılan bir qapıdır. Bildiyiniz kimi, xarici dili öyrənmək üçün biz oxu və dinləmə bacarıqlarıdır. Bu dil bacarıqları bir-biri ilə sıx bağlıdırlar. Aytək Dil Mərkəzi övladlarımızda bu dil bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulur. İngilis dilini tədris edən müəllimlər Cambridge-in TKT imtahanlarında iştirak edərək beynəlxalq sertifikat əldə edə bilirlər. Aytək həm də TKT təlim və imtahan mərkəzidir. Mərkəzimizdə təlim keçib, rəsmi imtahanda iştirak edir və sertifikat əldə edirlər. Aytək imtahan və hazırlıq mərkəzi. Və mükafatlandırma mərasimini başlayaraq yavaş-yavaş start veririk. Hörmətli qonaqlar, diqqətli olun. Səhnəyə çıxacaq hər bir iştirak. Hörmətli valideynlər və dəyərli imtahan iştirakçılarımız, onu da nəzərinizə çatdırmaq istəyirik ki, bugün imtahanda iştirak edib və ən yüksək nəticə göstərən yaxşıların ən yaxşısı nominasiyasında olan bəzi şagirdlərimizi medallarla təltif edəcəyik. İndi isə keçid alırıq. TKT imtahanında iştirak etmiş və sertifikat qazanmış müəllimlərin sertifikatlarının təqdim edilməsinə bütün modul 1 iştirakçılarını səhnəyə dəvət edirəm. Amina Qurbanova, Həşər Mehdiyeva, Cəmilə Muxtarova, Güler Şəhərli, Aytaç İsayeva, Esmira Səfərova, Leyla Səfərova, Ləman Həsənova, Nigar Əhmədova, Röya Sərdarlı, Şəbnəm Yusufzadə, Səltənət Həsənova, Sayalı İsayeva, Sona Xələfova, Səmar İsmailova, Röya İsmailova, Mətanət Əliyeva, İdam Hüseynova, Elmira Kərimova. Düşünürəm ki, hər biriniz adınızı eşitdiniz və artıq səhnədədirlər müəllimlərimiz. Və bugün burada gördüyümüz bütün müəllimlərimiz TKT proqramında böyük uğur qazanırlar. Onların arasında Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri də var. Onlar həm universitetdə təhsillərini davam etdirib, həm də bizim mərkəzdə bu beynəlxalq proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təbii ki, bir daha biz Həsrət bəydən rica edək, yaxınlaşsın səhnəyə sertifikatları təqdim etməyə.
Yeterli. Ayten Çisayeva. Esmira Seferova. Leyla Seferova. Tamam Esenova. Tamam. Nigar Ahmedova. Röya Serdarlı. Şebnem Yusufzade. Sayalım. Sona Kalimova. Semen İsmailova. Alkışlayan Servet olmasa sertifikat teklif edilme merasiminde ve bugün onların hakkıdır bu hediyeler, bu diplomlar, tertipler. Tebrik ederim əziz müəllimlər sizi. Gələcəyiniz daha da parlaq və daha uğurlu olur. Gençlərimizin karyeralarında attıkları ilk adımlardır, ilk uğurlardır. İlk ona göre deyirəm ki, təbii ki, bundan öncə də siz uğur qazanmışsınız. Sadəcə olaraq axarlı olmasını diləyirəm hər birinizə. Üçün bildirək ki, Cambridge imtahanları daha çox aşağıdakı səviyyələr üzrə təşkil olunur. Starters, Movers, Flyers, CAT, PET və FCE. İndi isə keçid alırıq məktəbli dostlarımıza. Onlar da yəqin ki, səbirsizliklə sertifikatlarının təqdim edilməsini gözləyirlər. İndi isə Starters iştirakçısını səhnəyə dəvət edirik. Sofiya xanım Həsənli. Burada isə zəhmət olmasa səhnəyə dəvət edək onu. Burada təbii ki, bir çox iştirakçılar var. Adlarını sadalamıram. Burada müəyyən səbəblərdən iştirak edə bilmədilər. Olmuş olarıq. İndi isə Movers imtahanında iştirak edən şagirdlər Hüseyin Cəbrailzadə, Sevda Əhmədova, Köksər Babazan, Mikail Hacılı, Toğrul Hacılı, Ömer Mirzəzadə, Səbahət Zamanlı, Sultan Rəhim, Nuray Qubadzadə, Rüqəyya Cavadzadə. Yəqin bütün şagirdlərimiz, adları sadalanan bütün şagirdlərimiz artıq səhnədədir. Maşallah. Və şagirdlərimizin sertifikatını təqdim etmək üçün səhnəyə mərkəzimizin müəlliməsi Sona xanımı dəvət edirik alqışlarınızla. Sona xanım zəhmət olmasa yaxınlaşın. Movers imtahanında iştirak edən şagirdlərimizdir. Bizim gələcəyimiz parlaqdır, bizim gələcəyimiz sizin sayənizdə uğurludur. Təbrik edirik balacalar. Və yaşlarının az olmasına baxmayaraq böyük nailiyyət əldə ediblər. Alqışlayaq ki, bizdən onlara hədiyyə olsun alqışlarımız. Təbrik edirik bizim balaca dostlarımızı. Davam edəcəyik. Təşəkkür edirik, uğurlarınız bol olsun. Düşünürəm ki, hər il keçirilən tədbirlərdə sizi belə uğurlarınızla səhnələrdə görək və təqdim edək. İndi isə keçid alaq Flyers imtahan iştirakçılarımızın sertifikatlarının təqdim edilməsinə və adları çəkilən Flyers imtahanında iştirak edən şagirdlərimizi səhnəyə dəvət edək. Betül Xəlilova,
İlham Hürmetli, Levan Məmmədova, Xəlil İsmail, Naylan Cəlalova, Rüstəm Mikhailov, Aylin Qasımova, Qubant Bağırov. Hoş gəlmişsiniz. Əziz şagirdlər və onların sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Nazilə xanımı səhnəyə dəvət edirik. Əziz Nazilə xanım, zəhmət olmasa səhnəyə buyurun və tələbələrimizi təbrik edin. Sertifikatları təqdim edək Nazilə xanıma. Bu sizin əməyinizdir, bu sizin uğurunuzdur. Alqışlayaq şagirdlərimizi, sizi təbrik edirik, değerli dostlar. Bugün sevincimize sevinç kattınız. Güzel uğurlarınızla, bu büyük uğurlarınızla ve daha... Çok sağ olun. Teşekkür ederim. Yerlerine Allah şagirdlerinizi ihtiyatla dikkat. Sertifikatları təqdim edək. Əziz müəllimlərimizə, sizin əməyiniz çox böyükdür. Sizə olduqca böyük təşəkkür edirik. Öz biliyinizi bizimlə bölüşdüyünüz üçün. Mən hər zaman deyirəm, müəllim adından müqəddəs heç nə yoxdur. Çünki biz onların sayəsində hər hansısa bir əməyə sahib oluruq, hər hansısa bir peşəyə sahib oluruq. Çox sağ olun. Öz dəyərli vaxtınızı biz şagirdlərə, biz insanlara ayırırsınız. Bu gelecekte hansısa bir tədbirlərdə yəqin ki, mən bu səhnədə ola bilərəm sertifikat alanlar arasında. Düşünürəm ki, mən də sizin ailəyə qatılırım. Düşünürəm ki, bəs səhnədən təklif edeyim sizə ki, qəbul eləməmə şansınız da olmasın. Biz devam edək dostlar. İndi isə adlarını çəkdiyim, maşallah, Allah saxlasın. Yəqin ki, o da sertifikat alacaq bugün. Ne güzel. Neçə aylıqdır? O maşallah bizim geleceğimiz için daha bir şagirdimiz buradadır. 10 aylığından qoşulub tədbirimizə, mərkəzimizə və yavaş-yavaş gələcəkdə onu da qəbul edəcəyik. Davam edək. Kent iştirakçılarını səhnəyə dəvət edirəm. Əsma Həsənli, alqışlarınızla Sənan Qədimov, İbrahim Əliyev, Kenan Süleymanlı, İnci İmanlı, Mədinə Aslanlı, Səmra Qurbanı, Nərmin Lətifova, Müsab Sadıqlı, Fərid Eminli, Yusif Ağababayev. KET imtahanında iştirak edən tələbələrimizə sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Ülviyə xanımı səhnəyə dəvət edirik. Əziz Ülviyə xanım, bir zəhmətinizi çəkəsiz, xahiş edirik sizi səhnəyə gəlin. Bu gözəl insanları, bu gözəl tələbələri təbrik edəsiz. Sizə çıxdığınız bu yolda uğurlar arzu edirəm dostlar. Əziz tələbələr, şagirdlər. Çox sağ olun ki, bugün öz ailənizə, nəinki ailənizə, dövlətinizə, bizə bu sevinci yaşadırsınız və yaşadacaqsınız da. Ülviyə xanım.
sertifikatları təqdim etdikdən sonra xahiş edək tələbələri ilə bir xatirə rəsmi ilə çəkdirsin. Teşekkür ederim her birinize. Yerinize alak, çok sağ olun. Minnettarım. İşte Kenan Rüstemli, İsmail İmanlı, Leyli Daşdemirova, Abdullah Hüseyinli, Aysu Eşrefova, Adil Uluxanlı, Oğuz Tahirli, Xədicə Mahmudzadə, Fatimə Abbaslı, Rüstəm Sabahov, Nəzrin Axundzadə, Oruç Hacalı, Fatimə Xəlilova, Məryəm Eyvazova, Sara İdrisova, Gülay Məmmədzadə və iştirakçıların sertifikatlarını təqdim etmək üçün mərkəzimizin vərəqəsi Gönül Naviyevanın almışlarımızla səhnəyə dəvət edirik. Sertifikatlarını təqdim etmək üzrə və Sara İdrisova FC, Gülay Məmmədzadə isə həmçinin FC. Her iki iştirakçımız daha iki iştirakçımız var. Hacı Murat Dağıstanlı ve Hatun Cemilli. Zəhmət olmasa adlarınızı eşitirsinizsə səhnəyə gələsiniz dostlar. Buradadılar herhalde. Yaxınlaş sen. Gönül Hanım hazırda sertifikatları tələbələrə təqdim edir. Tebrik edirik sizi dostlar. Uğurlar arz edirik, minnettarım her birinize. Minnettarım her birinize. Gurur duyuyoruz her birinizle. Çok sağ olun. Yəqin ki xatirə şəkli çəkdilər. Aha, tamam. Çok sağ olun. Minnettarım. Yerinize alaksın her birinizi. Ştatlarının nüfuslu ali məktəblərindən biri Unicorn Üniversitetində təhsil alır. Bu həm onun şəxsi zəfəridir, həm də bizim mərkəzin üzərində qurulduğu əməyin, dəstəyin və inamın gözəl bir göstəricisidir. Təbrik edirik, qürur duyuruq və alqışlayırıq. Ürək buradadır herhalde. Təəssüf ki, bugün tədbirimizə şəxsən qatıla bilmədi. Ama bize öz duygularını ve size olan salamlarını çatdırmaq üçün xüsusi bir video çarx göndərib. Salam, mən İsayev Ömər. Mən A2 səviyyəsindən ITIC-də hazırlaşmağa başlamışdım və ITIC-də olduğum müddətcə B1 və B2 səviyyələrinə də hazırlaşdım və 2025-ci ilin fevral ayında öz IELTS diplomumu aldım və hal-hazırda öz təhsilimi Amerikada Yukon Universitetində davam elətdirirəm. Bu ilki şagirdləri nailiyyətlərinə görə təbrik edirəm. Teşekkür ederim. Devam edelim. Bugün biz təkcə bilgi və nailiyyətleriyle değil, hem de öz istedadı ve yaratıcılığı ile fərqlənən tələbələr. Çok istedadlı tələbələrimizi təqdim edirik. Daha doğrusu
sağ ol. Yerinə alaq səni. Ən azından bir şənlik qatdı. Bir əhvalımızı gözəlləşdirdi, gözəl görüntüsü ilə və gözəl rəqsi ilə. Aparıcı olmasaydı qoşulardım ona, vallahi səhvməm. Güclə dayanmırdı. Devam edək. Və növbəti sertifikatlar təqdim olunacaq kimlərə? Modul 3 TKT Klim kateqoriyasının müəllimlərini gözlətmədən alqışlarımızla səhnəyə dəvət edirik. Adile Ağabeyli, Nərgiz Abbasova, Şənalə Məmmədova, Zeynəb Muxtarzadə, Zöhrə Şıxəliyeva, Aytaş Niftəli, Çinarə Ağayeva, Ülkər Zalbayeva, Gülnaz Məmmədova sertifikatlarını təqdim etmək üçün Beynəlxalq Cambridge Speaking imtahanları üzrə marker müəllim, Cambridge TKT imtahanları üzrə təlimçi Günay xanımı səhnəyə dəvət edirik. Əziz Günay xanım, xoş gəldiniz. Alqışlayaq. Bitəndən sonra yavaş, sakit şəkildə, toplu şəkildə yaxınlaşın ki, aramızda qısa olmasın. Onun qardaşı vaxtilə bizim mərkəzin şagirdi olub və hazırda Amerikada Pensilvaniya Dövlət Universitetində təhsilini davam etdirir. Bu gənc Əli Quliyevdir. Onu da çarx göndərib ekrana nəzər salaq, əlini izləyək. Hər vaxtınız xeyir, hörmətli valideynlər və şagirdlər. Hər birinizi Amerikanın Pensilvaniya ştatından salamlayıram. Mən hal-hazırda Pensilvaniya Dövlət Universitetində biologiya üzrə təhsilimi alıram. Bundan sonra isə 4 il tibb üzrə təhsilimi davam etdirəcəm. Mənim yadıma gəlir ilk dəfə ITEC-də gələndə demək olar ki, ingilis dilindən səviyyəm 0 idi və heç nə danışa bilmirdim. Ancaq bir səviyyə imtahanı götürdükdən sonra zamanla ingilis dilində mükəmməl danışmağa başladım və Duolingo imtahanını götürərək ADA məktəbindən qəbul aldım. ADA məktəbində 2 il tədris aldıqdan sonra təhsil aldığım müddətdə IELTS imtahanını da götürməyə qərar aldım. Çünki xaricdə təhsil almağı planlaşdırırdım. Və bu belə deyək, prosesdə mənə Azər müəllim çox kömək oldu IELTS imtahanına hazırlaşmaqda və elə bu səbəbdən də elə mükəmməl nəticə aldım. 7.5, 9 üzərindən 7.5 IELTS-dan ala bildim. Təxmini bu 6 ay müddətində mümkün ola bildi. Çünki mənim əvvəlcədən ATEC-də artıq bazam var idi və sərbəst şəkildə ingilis dilində danışa bilirdim. 7-5 bal topladıqdan sonra yenə bu mənə böyük bir kömək oldu Amerikaya gəlməyimdə və hal-hazırda Amerikada təhsilimi davam etdirirəm. Və hər birinizə, bütün şagirdləri səmimi qəlbdən təbrik edirəm və hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, gələcəkdə hər birinizin səsi yüksəklərdən gələcək. Sağ olun. Gəlin mən sizə yardım edim. Mikrofonu mən tutup, kağızı siz. Buyurun. Bugün gözəl tədbirdə söz almanız üçün böyük məsuliyyətdir.
Ali Quliyevin atası olaraq həyata keçirdiyi uzun dəyərli hazırlanan kurs rəhbərinə və bütün müəllimlərə təşəkkür edirəm. Həzrətlər başda siz olmaqla. Bugün Əlinin ALS 7.5 mərhələsinin bütün pillələri uğurla keçdi. Onun inkişafında kollektiv peşəkarlığı və qayğısı diqqəti tanınmazdır. Buna görə hər bizə ailəmiz adına minnətdarım. Cambridge imtahanlarında sertifikat qazanan bütün şagirdləri bəkdən təbrik edirəm. Bu nailiyyətlər həm uşaqların zəhməti, həm də müəllimlərin zəhmətinə görə əməyini göstəricisidir. Uğurlarımız daim olsun. Çok sağ olun, teşekkür ederim. Heyecanınız anlaşılandı. Ve çatdıq ən qürurlu bir ana. Uğurunu ən yüksək nəticə ilə sübut edən tələbələrimizin təqdimatına. Uğur təsadüf deyil. Zəhmət, səbir və istəklə qazanılır. Bugün həmin zəhmətin bəhrəsini görürük. Onların nailiyyəti hamımız üçün qürur mənbəyidir. Gəlin onları səmimi alqışlarla qarşılayaq. Qaliblərimizi bir səhnəyə dəvət edəcəyik. Niyə qalib deyirik? Çünki bu tələbələr KET imtahanlarında grade, yəni ən yüksək nəticə əldə ediblər. Starters, Movers, Flyers imtahanlarında isə bütün kateqoriyalar üzrə, yəni dinləmə, oxuma, yazı və danışıq üzrə ən yüksək nəticə əldə ediblər. Əvvəlcə Starters səviyyəsi üzrə qaliblərimizi səhnəyə dəvət edirik. İndi isə xahiş olunur adları çəkilən qəhrəmanlarımız səhnəyə buyursunlar. Səbinə Bayramova, Məhəmməd Quliyev, Mədinə Osmanlı, Akşin Məcidov, Melisa Məmmədova, maşallah, Zeynəb Əhmədli, Ömər Kərim, Ömər Əliyev, Leyla İsmailova alqışlayaq bizim balalarımızı. İştirakçıların sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Arzu Məmmədovanı səhnəyə dəvət edirik. Bu qürurlu anı Arzu xanım sizinlə keçirmək istədik, bölüşmək istədik. Sertifikatları artıq əldə etdi və səhnəyə yaxınlaşdı. Bizim balalarımızı bir tərtib edir Arzu xanım. Maşallah, medallar da var, hədiyələri də var bizim balalarımızın. Ne güzel bir görüntüdür, ne güzel bir ana şahidliği edirik. Ne güzel bir hediye təqdimatıdır. Bax, biləcək dostlar, əziz balalarımız, bu medallardan nəinki bir, növbəti tədbirlərdə üst-üstə, qat-qat bax, belə bu cür medallar yığasınız. Yaxşı, razılaşdıq, nə gözəl. Təbrik edirik sizi. Arzu xanımla bir xatirə şey. Mənə baxma qızım, ekrana bax, şəkil çəkirik, ekrana bax. Medallarınızı göstərin. Aferin. Uğurlarınızı göstərin. Qoy hər kəs görsün sizi. Hər kəs sizi tanısın. Çok teşekkür ederim. Minnətdarım. Paylaşa bilərsiniz. Təbrik edirəm balacalar. Uğurları böyük olan balacalar. Məryəm Alılı, Uğur Məmmədov və biraz öncə sertifikatı almaq üçün gecikmiş Hüseyin Cəbrailzadə. Siz də dəvət edirik səhnəyə. Onların sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Zəminə xanımı səhnəyə dəvət edirik.
Təbrik edirik. Daha bir uğur qazanmış gənclərimiz, balacalarımız, balalarımız, evlatlarımız. Nə gözəl bir görüntünün şahidi oluruq hazırda. Yine medallar təqdim olunur, sertifikatla yanaşı. Zəminə xanımla bir xatirə şəkli də çəkdir. Təbrik edirik bir daha sizi. Çok sağ olun, minnətdarıq sizə. Elinizə alaq balacalarımızı. Bəli, yavaş-yavaş növbəti sadaladığım şagirdlər. Aliyə Salmanlı, Yunus Bey Güləhmədov, Cavid Ələkbərzadə, İnci Hacalı. Şagirdlərin sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Arzu Abdullayevanı səhnəyə dəvət edirik. Arzu xanım, zəhmət olmasa səhnəyə yaxınlaşıb gənclərimizi, tələbələrimizi sertifikatlarını təqdim edəsiniz. Hoş gəldiniz Arzu xanım. Tələbələrimiz kənarda müzakirə olunsun. Çünki sırada gözləyən birçok insanlar var. Təbrik edirik. Gözəl nəticələr əldə etmişsiniz. Nəinki valideynlərinizi, müəllimlərinizi də sevindirmişsiniz. Çok sağ olun uşaqlar. Bu sizin uğurlarınızdır. Məsələn müəllim, bu sizin uğurlarınızdır. Sizin müəllimələrin uğurlarıdır. Müəllim və müəllimələrin. Bir güzel xatirə şəkildə çəkdirik. Stimul olsun bizim güzel balalarımız üçün. Təbrik edək və yavaş-yavaş yerlərinə alaq balalarımızı. Nurcan Rəhim, Yavuz Selim Kar, Nərgiz Tahirli, Humay Babazadə, Mehbarə xanım Əsədova, Cəmilə Məmmədli, Duyğu Musalı. Bu imtihanda iştirak etmiş qaliblərimizin sertifikatlarını və hədiyyələrini təqdim etmək üçün mərkəzimizin müəlliməsi Solmaz xanımı səhnəyə dəvət edirik. Və bir xahişim olacaq, sertifikatlarını almış tələbələr tədbiri tərk etməsinlər, əziz valideynlər. Çünki digər tələbələr, digər valideynlər sizin evladlarınızı izləyirlər, onları alqışlayırlar və sonra adı çəkilən insanlar da sizdən eyni performansı gözləyir. Xahiş edirik, tədbiri tərk etməyəsiniz. Toy deyiliyi üçün qaçasam. Təbrik edirik əziz tələbələrimizi. Solmaz xanı səhnəyə dəvət edək. Əziz Solmaz xanı, mərkəzimizin müəlliməsi. Gözəl bir ana şahidlik edirik yine de bizim gözəl balalarımız, şagirdlərimiz uğurlarının sevincini hazırda yaşayırlar.
Bax, bu cür evladları necə alqışlamayasan? Necə bu cür evladlarınız olan bir tədbiri tərtib gedə biləsən? Bir xatirə şəkli çəkək. Teşekkür ederim minnettarım bize. Çok sağ olun. Yerinize alalım sizi. Nurida Hacalı, İnci Abdullahzade, Gülnare Elekberni ve Leyla Eskerni şagirdlərin sertifikatlarını təqdim etmək üçün mərkəzimizin müəlliməsi Pərvin xanımı səhnəyə dəvət edirik. Təbrik edirik. Bizim hər birinizi ayrı-ayrılıqda Pərvin xanım bir zəhmət olmasa bizim sertifikatlar və medallarımızı şagirdlərimizə təqdim edək. Ayşe Guliyeva, adı siyahıda yok idi. Bir zəhmət onun da adını səsləndirək. Adem Guliyev, Ayşe Guliyeva buradadırsa yaxınlaşsın. Nurida Hacalı dedim ben. Və bu gənclər göstərdilər ki, istək, zəhmət və inan birləşəndə uğur qaçılmaz olur. Gəlin onları böyük alqışlarla səhnəyə dəvət edək. Təbii ki, aramızda olmayanlar var müəyyən səbəblərə görə. Amma mən adları sadalayacağım. Nuran Əliyeva 8 bal. Cavad Rəhimli 7 bal. Burada olanlar yaxınlaşsınlar. Ömər İsayev 7 bal. Meryem Şıxbabayeva 7 bal, Ali Guliyev 7 bal, Məhəmməd Hacılı 6.5 bal, Leyla Həbibbeyli 7 bal. Hoş gəlmisiniz gençler. Cavad Rəhimli ve Meryem Şıxbabayeva həm də SAT imtahanında çox yaxşı nəticə əldə edirlər və indi onların uğurlarını rəsmi olaraq qeyd etmək, sertifikatları təqdim etmək üçün səhnəyə Azər müəllim və Leyla müəlliməni dəvət edirik. Əziz gənclərimi sizi təbrik edirəm. Bugün öz əməyinizin bəhrəsini, nəticəsini əldə etmiş olursunuz. Davamlı olsun. Ümidvaram hər dəfə bax belə bu cür uğurlar gətirəcəksiniz bizə. Həyatınız boyu bax bu cür xatirə şəkilləri çəkdirəsiniz. Əlinizdə uğurlarınızla. Çox sağ olun. Bu yolun ayrılmaz hissəsisiz. Sizin enerjiniz, öyrənməyə olan marağınız və komanda işinə verdiyiniz töhfə bugünkü tədbirə xüsusi rəng qatır. Bugün onlar həm Dillər Universitetində, həm də bizim AYTEP mərkəzimizdən məzun olacaqlar. İndi isə bu gənclərin əməyinə və dəstəyinə minnətdarlıq əlaməti olaraq xatirə və təşəkkür sertifikatlarını təqdim etmək üçün səhnəyə dəvət edirik. Gəlin onları bir ürəkdən alqışlayaq. Həcər Mehdiyyeva, Əminə Qurbanova, Dilbər Xəlilova, Sayalı İsayeva, Cəmilə Muxtarova, Zeynəb Məmmədova, Xeyyam Kərimli, İradə Qarayeva,
Səbinə Hüseynova, Nuran Hudulova və Ayşən Əhmədova. Və onların bu zəhmətini qiymətləndirmək və təşəkkürlərini təqdim etmək üçün səhnəyə sosial fəaliyyətlər koordinatoru Rəna xanımı dəvət edirəm. Rəna xanım, sizi də təbrik edirəm. Rəna xanım, dostlar, bu tədbirdə ən çox əməyi keçən, bax bu tədbirin təşkilatçılığında, bu əlimdəki ssenarini görürsünüz. Bax, nöqtəsindən tutmuş virgülünə qədər əziyyəti olmuş bir xanımdır. Ona görə də Rəna xanımı öz adımdan, mənim adımdan alqışlayaq. Günlərlə yatmayan, əziyyət çəkən, çünki bir neçə dəfə belə telefon vasitəsilə də olsa Rəna xanımla əlaqə saxladıq və tədbirə gələrkən də necə həyəcanlı olduğunu, şagirdlərin yerinə, onların valideynlərinin yerinə necə həyəcanlı olduğunu şəxsən gördüm, gözləri dolub. Əməyimiz danılmazdır Rəna xanım. Çox sağ olun. Minnətdarıq sizə. Dostlar, ayrı-ayrılıqda təşəkkür edirəm. Minnətdaram. Hörmətli Aytən kollektivi, hörmətli Əzət bəy. Bugün doğrudan da bir qürur hissi yaşadım bu gəncləri görərkən, bu balalarımızı, müəllimələrimizi, bu savad qaynaqlarını görərkən qürur hissi yaşadım və düşünürəm ki, mütləq öz proqramımda, verilişimdə bu tədbirdən geniş bir şəkildə danışacağım. Bu mənim borcumdur danışmaq. Sizin hər birinizə, əziz iştirakçılar, təşəkkür edirik. Amma tədbirə gələrkən bir balaca qulağıma səs dəydi. Dedilər ki, Aygün xanım, burada sizi izləyən izləyiciləriniz var, dinləyən izləyiciləriniz var. Bugün o qədər həyəcanlıydım ki, sizin yerinizə özümü təqdim etməyi unutdum. Mən Aygün Akif, 20 ilə yaxındır radio sayəsində fəaliyyət göstərirəm. Mənim səsimi yalnız radio dalğalarından eşitmişsiniz, mütləq ki. Və televiziya proqramlarında da təbii ki, fəaliyyət göstərirəm. Filmlərdən izləmiş olacaqsınız. Amma məni ən çox şeirlərimi dinləyirlər insanlar. Öz yazdığım yox. Təbii ki, dəyərli şairlərimizin və tədbirə gələrkən mənə dedilər ki, nə olar? Olar ki, tədbirin sonunda bir şeir səsləndirəsiniz. Düşündüm ki, bu təhsillə bağlı bir tədbirdir. Bir sevgi ilə bağlı şeir səsləndirsəm, qırğın düşəcək, aləm qarşılayacaq bir-birinə. Tədbirə heç uyğunluğa gəlmir, amma tədbir də bir sevgidir. Daha doğrusu təhsil də bir sevgidir. Təhsil də bir eşqdir, məhəbbətdir. Təhsilə də bizim bir sevgimiz var. Deyəcəkdim, oradan bir ağlamalı fon səsləndir, düşünürəm ki, olmaz. Tamam. Vahid Əziz deyir ki, mənə 100 il ömür arzulamayın. Payız yarpağı tək, qovmasın külək. Gözlərim görsə də ayağım, əlim əsallıq olanda dayansın ürək. Mənə 100 il yaşa deməyin dostlar. Gülüşüm, yerişim, səsim itməsin. Məndən cavan olan, gümrah olanlar çiynimdə dünyadan keçib getməsin. Mənə 100 il ömür arzulamayın, bu qədər yaşayan hansı çiçəkdir? Sən yaşda qalmırsa tayduşun, tayın, qurtla qiyamətə qalmaq deməkdir. Mənə elə ömür arzulayın ki, ölüncə ümman tək çağlaya bilim. Qapı pəncərəni öz evimdəki özüm aça bilim. Bağlaya bilim. Sağlıqlar deyəndə hərdən şənimə, nə özüm kövrəlim, nə sizə gülüm. Tanrıdan bir ömür diləyin mənə, hər vaxt sevə bilim, sevilə bilim.
talihim sevgiyle baksın üzüme, görsün yat payına şerik değilim. Gerek olmayan da özüme, deməli heç kəsə gerek değilim. Mənə 100 il ömür arzulamayın. Ləyaqət, təmiz ad atıb getməsin. Dünyaya qalacaq malı dünyanın, karvanım lənətə batıb getməsin. Mənə 100 il ömür arzulamayın. Mənə 100 il ömür arzulamayın. Vahid Əziz. Çok sağ olun, teşekkür ederim, var olasınız, minnettarım her birinize. Beni bu tədbirə dəvət etdiyiniz için size çok teşekkür ederim. Ümidvaram növbəti tədbirlərində də bax belə sevincinizə şərik olacağım. En azından aparıcı qismində olmasa belə qonaq qismində. Çok sağ olun, Əsəf müəllim, sizin hər birinizə, kollektivinizə teşekkür ederim. Ürəyim doludur, çok danışmaq istəyərəm. Görürəm ki, heç kim də tədbiri tərk etmir. Gelen ayaklarınız var olsun. Bak balalarınızın uğurlarına böyle şerik olaq. Çok sağ olun. Teşekkür ederim Aziz Tevfik Hanım. Minnettarım. Çok sağ olun. Gedim mi kalın mı bilmiyorum. Sağ olun.